Günlərin bir günü Murad sinifdə oturub oğlanlığının həsrətini çəkirdi. Reski müəllimə bunu lövhəyə çıxardı. Murad gəldi lövhəyə, müəllimi sual soruşdu. Suala cavab verə bilməyəndə müəllimi başladı Murad ilə mırtdaşmağa ki, həm boyu qısadır, həm də oğlanlığı yoxdur. Ayxanı məsəl çəkdi ki, bax Ayxanın boyu uzundur. Murad dedi ki, görəcəksiniz, mənim boyum uzanacaq. Müəllimə isə çönüb dedi ki, sənin boyun uzansa mən quşam, Ayxandakı oğlanlıqdan kənar. Murad bu cümləni unutmayıb evinə doğru yol aldı. Elə bu zaman qabağına sehirbaz çıxdı və ona özgüvən atlasının kitabını verdi ki, oxusun, boyu uzansın. Murad getdi evə və həmən kitabı oxudu. Muradın boyu xeyli uzanmışdı artıq və məktəbə doğru yol aldı. Məktəbə çatan zaman müəllim ilə Ayxan sındı hər ikisi. Niye hele oldu ki o Sen gizli vaxtsan? gizli vaxt deyil abi. Sonra sehirbaz gəldi və Murada dedi ki, çox sevinmə, sənində onlar kimi oğlanlığın yoxdur. Niye hele oldu ki o